Herkese salamlar dostlar. Ben Fidan. Bugün yeni bir video ve yeni bir mevzuyla karşınızdayım. Bugünkü videomuzun mevzusu başlıktan da anladığınız gibi blok imtahanına necə hazırlaşmalıyıq, hansı metodlardan istifadə etməliyik, bu mevzu haqqında danışacağıq. Təbii ki, əvvəlki illərin sınaqlarını yaxud da qəbul suallarını işləyin. Çalışın həftədə heç olmasa minimum bir dənə işləyin və bu təbii ki, hər fənn üçün keçərlidir. Çünki siz əvvəlki illərin sınaqlarını yaxud da qəbullarını işlədikdə əvvəlki illərdə nə tip suallar düşdüyünü, hansı mövzuların bir-biri ilə inteqrasiyası olduğunu və s. görürsünüz. Ümumiyyətlə bu mövzu təkrarı üçün də çox yaxşıdır. Tək bir fənnin suallarını işləmək əvəzinə əvvəlki illərin sınaqlarını işləyəndə təbii ki, eyni anda bir çox mövzunu görürsünüz deyə bu sizin üçün daha faydalı və daha yaxşı olur. Və bu arada onu da deyərdim ki, daha əvvəlki illərdən günümüzə doğru irəliləyərək gəlin və onu da deyərdim ki, imtahanınıza daha az vaxt qalanda 2025-in qəbulunu işləyin. Bu sizin daha real nəticənizi görməyinizə kömək olacaq. Üçüncü olaraq sizə onu tövsiyə edə bilərəm ki, zəif olduğunuz hər hansı bir mövzuda müəllimin sizə o mövzunu yenidən izah eləməyini gözləməyin. Çünki artıq proqram sürətlənmiş olacaq və müəllim qayıdıb sizə yenidən hansı mövzuları izah eləməyəcək. Ola bilər ki, hansı mövzu çox çətindir, yaxud da bütün qrup anlamayıb deyə müəllim o mövzunu yenidən izah eləyər. Amma sizin spesifik olaraq zəif olduğunuz bir mövzunu müəllimin qayıdıb yenidən izah eləməyini gözləməyin, çünki buna vaxt qalmayacaq ümumiyyətlə. Ona görə də özünüz həmin mövzunu açın, ilk olaraq kitabdan oxuyun. Kitabdan oxuyub bitirəndən sonra YouTube-dan, nə bilim, Telegram qrupları olur. Əsasında YouTube hal-hazırda çox böyük, çox qəşəng bir mənbədir. Bizim vaxtımızda heç belə məlumatlar yox idi. Müəllimlər burada materiallar, tapşırıqlar paylaşmırlar. Sadəcə toplunun arxasındakı hazır cavablar olurdu. Yəni qısacası YouTube-dan istifadə edə bilərsiniz. Mövzunu birinci kitabdan oxuyun, bitirin. Daha sonra keçin YouTube-dan baxın o mövzunun izahına, əgər başa düşməmisinizsə. Sonra keçin topludan o mövzunun suallarını işləyin. Bir mövzunun suallarını işləmədən siz o mövzunu tam olaraq qavradığınızı qətiyyən deyə bilməzsiniz. Mövzunun suallarını işlədikdən sonra görəcəksiniz ki, əslində mən nə qədər şey bilmirmişəm. Ona görə də dediyim kimi sualları işləyin və təbii ki, səhvlərinə də mütləq şəkildə baxın ki, daha sonradan o sualı qayıdıb yenidən yazanda yenə səhv eləməyəsiniz. Bundan əvvəlki maddədə də dediyim kimi bir mövzunu oxuyub bitirdikdən sonra o mövzunu tam qavraya bilmək üçün mövzunun suallarını işləyin. Təbii ki, suallarda ilk olaraq topludan işləyin. Güvən yaxud da başqa hər hansı bir kurs materialı və s. yox. Topludan işləyin. Çünki toplunu DİM özü tərtib edir və DİM tərtib etdiyi üçün də imtahan sualları əslində toplu suallarına çox bənzər düşür. Hətta bəzən olur ki, topludakı sualların sadəcə rəqəmlərinin dəyişdirilmiş forması imtahana düşür. Ona görə də sualları işləyəndə topludan işləyin. Başqa hər hansı mənbəni ikinci alternativ olaraq düşünün. Və onu da deyim ki, istər toplu olsun, istərsə də sınaq imtahanları, qəbul imtahanları olsun, bunları işləyəndə vaxtla işləyin. Vaxtla işləmək sizə əslində sürət qazanmağınıza kömək olacaq. Məsələn, buraxılış imtahanında vaxtımızı necə idarə etməliyik? Videomun altına yazılan şeylərdən biri də bu idi ki, mən bir fənni heç bir saata çatdıra bilmirəm. Nəinki mən 3 fənni yazacağam və kodlaşdırma eləyəcəm. Bu vaxt ərzində mən bunu necə çatdıracağam? Bu əslində o deməkdir ki, siz həmin vaxta qədər sürətlə işləməyi öyrənməmisiniz. Sürətlə işləmədiyiniz üçün də vaxt problemi yaşayırsınız və ona görə də imtahanda nə edəcəyinizi bilmirsiniz. Siz əslində imtahana qədərki periodda sürətlə işləməyi və vaxta qənaət eləməyi öyrənməlisiniz. Buna görə də blok imtahanında bu səhvə düşməmək üçün və daha sürətli eləyə bilmək üçün, hətta bir sualın üstündə dəqiqələrlə fikirləşməyə vaxtınızın qalmağı üçün siz evdə sualları işləyəndə vaxt qoyub özünüz üçün işləməlisiniz ki, sürət qazanasınız. Məsələn, mən nə edirdim? Mən ümumiyyətlə çox ləng işləyirdim. Ona görə də vaxtla da biraz işləyirdim ki, sürət qazanım. Plus da dediyim kimi çox oyalandığım üçün çatdırmaqda biraz problem yaşayırdım ev tapşırıqlarımı. Ona görə də vaxtla işləyirdim. Məsələn, toplunu açırdım, qoyurdum qabağıma və deyirdim ki, bu 100 sualı yazmaq üçün məsələn 40 dəqiqə vaxtım var. Və o 40 dəqiqə ərzində onu sürətlə yazırdım. Amma görürdüm ki, o mövzu əgər mənə çox çətin gəlirsə və mən onu vaxtla yazanda tam olaraq qavramıramsa, yaxud da sualları başdan sona yazmağa çalışıramsa, artıq burada təbii ki, mənə heç bir faydası olmayacaq. Ona görə də vaxtı söndürürdüm, qırağa qoyurdum və sadəcə oturub sualları həll etməyə çalışırdım. Daha sonra sizə verə biləcəyim ən önəmli məsləhətlərimdən biri də bu olar ki, çalışın sistemli oxuyun. Hər hansı bir mövzunu oxuyanda, istər məsələn konspekt tutun. Bəzi adamlar olur ki, konspekt tuturlar və o konspektdə qısa şəkildə notlar çıxarıb yazırlar. İstərsə də mənim kimi, məsələn mən hər hansı bir kitab göstərəm. Məsəl üçün açırdım, bu qıraqlarında qısa-qısa özüm üçün notlar tuturdum. Məsələn mən indi tarixlə nümunə verirəm, amma siz istədiyiniz fəndə bunu tətbiq edə bilərsiniz. Məsələn bu hissəsini götürüb sadəcə yazırdım. Səfəvi Osmanlı
müharibələri və alt-alta müharibələrin adlarını yazırdım. Daha sonra neçənci ildə olduğunu yazırdım. Yaxud da hər hansı bir müqavilə imzalanırsa, kimlər arasında imzalanan müqavilənin nəticələri nələr olur və s. Yəni mən bu cür kitaba yazırdım. Elə adamlar olur ki, konspekt tuturlar, elə adamlar olur ki, belə balaca kağızlar üstünə yazırlar. Mən bunu çox bəyənmirəm, çünki belə olanda çox yapışdırıram. Məsələn, harası bir yerə yapışdıranda çox yapışdırıram və heç birini oxumağım gəlmir. Ona görə də heç vaxt belə şeylərə yazmırdım. Sadəcə kitabın üstünə yazırdım və hər mövzunun olduğu səhifəyə yazdığım üçün kitabı sadəcə belə bir çevirəndə belə harda nəyi yazdığımı görürdüm və belə çox rahat olurdu. Mən çox bəyənirdim onu. Siz də bunu tətbiq edə bilərsiniz. Bir də daha sonra sizə verə biləcəyim bir digər məsləhət də budur ki, məsələn, topludan hər hansı bir mövzunun suallarını işləyirsiniz və bilmədiyiniz suallar olur, səhv yazdığınız suallar olur. Mən yenə həmin sualları, məsələn, nömrəsini düşün ki, bu topludur. Sadəcə burada topluda həmin mövzunun yuxarı hissəsində yazırdım. Hansı suallar ki, heç başa düşməmişəm, yaxud da ki, həllində hər dəfə çaşıram, hər dəfə səhv yazıram. Və həmin suallar sadəcə həmin mövzunun yuxarısında nömrələrini yazırdım. Məsələn, bəzi adamlar olur ki, səhv dəftəri tutur, ora bütün səhvlərini yazır. Amma yenə bu da mənim üçün çox effektiv bir metod deyildi. Çünki dediyim kimi, bir yerdə bir şey çox yığılırsa, mən onu heç vaxt açıb baxmıram. Ona görə də heç vaxt elə bir səhv dəftər də tutmamışdım. Sadəcə dediyim kimi, toplunun yuxarı hissəsinə yazırdım. Həmin mövzuya gəldikdə, yenə məsələn, həmin mövzunu təkrar işləyirik. Onda yuxarıda görürdüm, bu nömrəni yazmışım, qayıdım, baxım görüm, mən bu sualı bu dəfə yaza biləcəmmi? Yaxud da məsələn, sadəcə kitabı özüm üçün belə bir çevirirdim və görürdüm, burada bu nömrəni yazmışam, görüm bunu indi bu dəfə yaza biləcəmmi? Və gedib həmin sualı işləyirdim. Bu da çox faydalı olurdu. Bir də dediyim kimi, imtahana yaxın vaxtda mən belə eləyirdim, yəni gedirdim, həmin suallara təzədən baxırdım. Bu da mənim üçün çox faydalı olurdu. Riyaziyyat videomu izləyənlər əslində çox yaxşı bilir. Mən qayda dəftərinin tutulmasının çox vacib olduğunu düşünürəm və o videoda da əslində niyəsini çox açıq bir şəkildə izah eləmişəm. Amma burada da qısaca deyim, riyaziyyatdan yaxud da digər hər hansı texniki fənlərdən hələ də qayda dəftəriniz, düstur dəftəriniz yoxdursa, mütləq tutun deyərdim. Ola bilər ki, kimlərsə deyər ki, onsuz da imtahana çox az qalıb, 2 ay, 3 ay üçün yenidən qayda dəftəri tutmağa ehtiyac varmı? Təbii ki, məncə var. Məncə qayda dəftərinin önəmini buraxılış imtahanından 1-2 gün əvvəl çox yaxşı anladınız. Yəni imtahan yaxınlaşır, istəyirsiniz ki, açıb hər hansı bir qaydaları təkrarlayasınız, düsturları təkrarlayasınız, amma hardan nəyi, necə oxuyacağınızı bilmirsiniz. Əlinizdə deyək ki, bu qalınlıqda bir kitab var, amma bu kitabdan hansı mövzudan, hansı düsturların düşəcəyini bilmirsiniz. Məsələn, qayda kitabının içində 3 bucaqdan 40 səhifə düstur var, amma düsturlardan hansının imtahana düşdüyünü, hansının sizə lazım olduğunu bilmirsiniz. Buna görə də qayda dəftəri tutmaq və ora sadəcə imtahana düşən qaydaları yazmaq çox önəmlidir. Mən heç vaxt həftəlik plan hazırlamamışam, çünki bilirdim ki, yəni mənim bütün həftəm əslində planlıdır. Günün birinci yarısı məktəbə gedəcəm, daha sonra ikinci yarısında isə hazırlıqlar var. Həftənin falan günlərində falan hazırlığım, falan günlərində isə falan hazırlığım var və ona görə də əslində həftənin hər günü bir hazırlığım olduğu üçün bu gündən sabaha eləməli olduğum şeylər də çox bəlli idi. Amma onu deyərəm ki, bu bir alışqanlıq idi, yaxud da eləyəcəyim şeyləri azaldığını, nə bilim, qurtardığını görmək üçün elədiyim bir şeydir. Hər hansı bir qaralama olardı, yaxud da belə balaca vərəqlər. Mən sadəcə bu gündən sabaha, məsəl üçün, eləməli olduğum bütün şeyləri yazırdım. Məsəl üçün, nə? Riyaziyyatdan 3 bucaq, 100 sual, daha sonrasında məsələn deyək, tarixdən filan mövzunu öyrənmək, tarixdən filan mövzunun testlərini yazmaq. Ən böyük işdən, ən uzun çəkən dərsdən, ən balaca dərsə qədər hər şeyi yazırdım. Və onu bitirəndən sonra üstünü xətləmək mənə çox xoşuma gəlirdi, dəhşət çox xoşuma gəlirdi. Bu arada onu da deyim ki, əgər bir dərs çox vaxt aparırsa, digərsə çox az vaxt aparır, mən bunu əslində biraz prioritet məsələsi var idi. Ola bilər ki, biri öyrənməlidir, amma biri yazmalıdır. Məsələn, mən öyrənməlini gündüz vaxtları öyrənirdim, yazmalını axşam vaxtı eləyirdim. Bunu bu arada bundan sonraki videomda necə effektiv oxuya bilərik, dərsi necə effektiv hazırlaşa bilərik, bu barədə bir video paylaşacağım. Orada bu mövzu haqqında daha ətraflı danışacağım. Amma onu da deyim ki, məsələn, mən öyrənməli olduğum mövzuları daha çox gündüz vaxtlarında öyrənirdim, amma yazmalı olduğum şeyləri axşam yazırdım, çünki axşam öyrənə bilmirdim. Nəysə, qısacası, yəni orada özümə görə hər hansı bir ardıcıllıq qururdum. Daha sonra yazdıqca hamısının üstünü xətləyirdim. Bir digər deyə biləcəyim şey də odur ki, mənə çox adam yazır ki, bəs mən düsturları öyrənə bilmirəm, öyrənirəm, yadımdan çıxır, neyniyim? Bunu düzünə qalsa mən məktəb vaxtı eləmirdim. Universitet vaxtı bu tapdığım bir taktika idi, belə deyim.
Amma məncə çox faydalıdır. Ona görə bu videoda demək istəyirəm. Məsələn, mən universitetdə bir dənə riyazi fən var idi və orada çox qarışıq bir düstur var idi. Düstur tam olaraq yadımda qalmırdı. Ən son çarə olaraq o düsturun şəklini telefonumun ekran və kilit şəkillənməkdə çarə tapdım. Çünki hər dəfə o kitabı açıb baxmırdım, yaxud dediyim kimi belə vərəqləri yazanda bir yerdən sonra ya itirdi, ya da baxmırdım. Günlərlə masamın üstündə qalırdı, amma ona baxmırdım. Ən son çarə olaraq telefonumun ekran şəkli olaraq qoydum o düsturu və həqiqətən də gəlib imtahanda mənə o düstur düşdü. Əgər mən onu sadəcə belə kağıza yazmaqla yetinsəydim, öyrənməyəcəkdim və o sualı yaza bilməyəcəkdim. Ona görə də əgər bilmədiyiniz, yaxud da əzbərləsəz də dəfələrlə yadınızdan çıxdığı, xüsusilə də trigonometriyada cəmin hasilə, hasilin cəmə çevrilmə düsturları və s. varsa, onları telefonunuzun ekran şəkli eləyə bilərsiniz. Yolda gedəndə baxa bilərsiniz, yaxud da gündəlik əlimizdə telefonu dəfələrlə alırıq. Orada dediyim kimi yəni görə bilərsiniz o düsturları. Beləcə beyninizdə daha yaxşı qalmış olar. Mən düşünürəm ki, dostlar, siz əslində çox daha şanslısınız. Bu arada mən 2020-də universitetə qəbul olmuşam. Bunu deyim, əgər daha əvvəlcədən videolarımı izləməyənlər varsa aranızda. Bizim vaxtımızda təbii ki, ChatGPT və s. yox idi və biz sadəcə kitabdan oxuyurduq. Hətta YouTube-da mövzu izahları belə olmurdu. Dediyim kimi, ona görə də bizdə əslində tək mənbə əlimizdəki kitablar və hazırlıq məktəb müəllimlərimiz idi. Amma sizdə materiallar daha da çoxalır. Əgər hər hansı bir fənni öyrənməkdə, hər hansı bir mövzunu anlamaqda çətinlik çəkirsinizsə, ChatGPT-dən istifadə edə bilərsiniz. Məsələn, mənə yenə dediyim kimi riyaziyyat videolarımın altında yazan çox adam var ki, anlaya bilmirəm, tətbiq eləyə bilmirəm və s. Və burada da təbii ki, müəllim sizin hər sualınızı cavablandıra bilmir. Yaxud da siz evdə oturmuşsunuz, hansısa bir mövzu işləyirsiniz, amma sualınıza tam olaraq istədiyiniz kimi bir cavab tapa bilmirsiniz. Bu vaxt ChatGPT-dən istifadə edə bilərsiniz. Çox faydalıdır. Düzdür, əvvəllər riyaziyyatı o qədər də yaxşı olmasa da, hal-hazırda riyazi məsələləri də, yaxud da misalları da çox yaxşı həll edə bilir. Sadəcə sualın şəklini çəkirsiniz, ChatGPT-yə atırsınız və deyirsiniz ki, məsələn, bunu mənə ətraflı şəkildə, hər incə detalına qədər izah eləyəcək şəkildə izah et. O da başlayır ona sizə izah edir. Başa düşmədiyiniz hər hansı bir mərhələsi varsa, deyirsiniz ki, bu hissəni mənə yenidən izah et. Və o sizə dediyiniz o şeyi daha ətraflı izah edir. Ona görə də ChatGPT-dən daha yaxşı istifadə eləməyi öyrənin. Çox köməyiniz olur. Məsələn, mən hal-hazırda bir dənə mənim üçün çox önəmli bir imtahana hazırlaşıram və mən belə o ChatGPT-dən istifadə eləyirəm. ChatGPT ümumiyyətlə həyatımızın artıq hər alanında var. Ona görə də dediyim kimi daha yaxşı istifadə eləməyə və ondan daha yaxşı faydalanmağa çalışın. Ən sonuncu olaraq da bunu deyəcəm ki, əgər yaxın dostunuz varsa, yaxud da ki, hər hansı bir hazırlıq yoldaşınız ola bilər, yəni sosial şəbəkələrdən tanıdığınız biri ola bilər, hansı ki, özünüzə oxuma yoldaşı seçirsiniz onu və onunla oturub istər bir mövzuya, eyni fənnə bir yerdə hazırlaşa bilərsiniz, yaxud da məsələn qarşılıqlı olaraq bir-birinizə yaxşı olduğunuz fənlərdə kömək edirsiniz. Məsələn, mənim bir hazırlıq yoldaşım var idi. Onun tarixi çox yaxşı idi. Həm də sinif yoldaşım idi bu arada. Onun tarixi çox-çox yaxşı idi. Bir mövzunu oxuyurdu və anındaca hər şey ağlında qalırdı. Mənim isə riyaziyyatım çox yaxşı idi. Mən ona riyaziyyatdan, o isə mənə tarixdən kömək edirdi. Məsələn, mən yazırdım ki, əsasən test işlərində çox çətinlik çəkirdim. Ona yazırdım, soruşurdum və o mənə çox qəşəng izah edirdi. Həqiqətən də çox belə faydalı olurdu. Mən də ona istədiyi mövzuda riyaziyyatdan kömək edirdim və bu bizim üçün çox faydalı idi. Qarşılıqlı bir-birimizə kömək edirdik. Buna görə də əgər belə bir dostunuz varsa, yaxud da yoxdursa, yenə bu videonun rəylərindən özünüzə bu tip yoldaşlar tapa bilərsiniz. Ona görə də hər kəs hansı fəndən özünə yoldaş axtarırsa, bu videonun altında yenə özü üçün axtara bilər. Məncə faydalı olar. Belə, mənim sizə blok imtahanı üçün verə biləcəyim məsləhətlər bunlardır. Məncə bu dediklərimin hamısını tətbiq eləsəz, çox yaxşı nəticələr əldə edə bilərsiniz. Ümid eləyirəm ki, blok imtahanında hər şey daha yaxşı olar və daha yaxşı nəticələr əldə edə bilərsiniz. İmtahan suallarının çətinliyi ilə, yaxud da imtahanın ciddiyyəti ilə artıq tanışdığınızı düşünürəm. Buna görə də məncə əslində bu sizin üçün daha ciddi bir motivasiya olmalıdır və daha həvəslə hazırlaşmalısınız. Hamınıza uğurlar arzu eləyirəm. İnşallah ki, çox daha gözəl nəticələr əldə edərsiniz. Növbəti daha fərqli, daha qəşəng videolarda görüşmək ümidi ilə sağ olun. Bay bay.